Herkese selam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Bugün evdə çox sadə bir şey eləyirik, böyük plan yoxdur. Xüsusi bir gün də deyil. Sadəcə Elçin dedi ki, ana puding videosu çəkək, puding hazırlayın və mən də dedim ki, belədir. Onda əziyyətini özün çək Elçin. Arkadaşlar, eğer puding yemişsiniz, onu yoruma yazın. Tadını bilmeyik. Siz tadını yoruma yazın. Elçingil bunu ilk dəfə yeyəcəklər. Bunu da qeyd eləməsəm olmaz. Mən də bu dəfə Elçinə olmaz demirəm və kömək eləyəcəm bir balaca. Təbii ki, sonuçta sən bişirəcəksən, yana bilər, əliyin ehtiyatlı olmaq lazımdır. Amma ki, məsuliyyət sənin üzərindədir. Mən sənə güvənirəm və sən bunu başaracaqsan, tamammı? Mənə elə gəlir ki, uşağa ən böyük dəstək əlindən tutmaq yox, ona güvəndiyini hiss etdirməkdir dostlar. Siz necə düşünürsünüz? Ben yemek pişirəm, bir də şey yiyəm, ama boşqa büyüməkdə yardım edirəm. Otağı yığışdırmaqda da kömək eləyirsən mənə. Təşəkkür edirəm sənə. 3 dənə yardım edirəm anama. Bəs siz neçə yardım edirsiniz ananıza? Yoruma yazın, neçə dənə? Siz yorumlara yazın görək siz nə kömək eləyirsiniz ananıza. Sən də mənə denən, hansı pudingdən istəyirsən? Bananlı yoxsa çikolatalı? Bilmirəm, bəncə ikisini də yaparım. Birini eləyə də hansını istəyirsən denən. Bananlı bəncə çox gözəldir. Amma çikolatını ən sona sakladım. Çünki gözəl ola biliyor. Yeməyi çəkim kənara. Hə, Sən hazırlayım, köməkli eləyim. Sən qarışdır. Yaxşı? yaxşı. Amma sən qoy, alın yavaş. Tamam. Elçin deyir ki, mən özüm əlavə eləyim də bütün ədəvaları. Ona görə südü tökürəm ki, bir də 2 stakan bizə 200 ml ilə 2 stakan ölçüsündə lazımdır. Ona görə rahat qaba tökürəm ki, rahat olsun Elçin içində. Arkadaşlar size bir sözüm var. Ve bunu annem çekti, bunu da annem koydu. Çünkü niye? Bu açık idi, bu da istiydi, o yüzden. Deməli, bananlı pudingimizi hazırlamaya çalışırıq Elçin. Hə. Nə deyir? Üstündə hazırlanması var zaten. Südüm ananı əlavə eləsin. İcazə versən yoxsa gəlsən elə, tamam. Amma tökə bilərsən, ehtiyatlı ol, yaxşı? Yaxşı, bunu tut. Qoyuruq. Ana ilə bir yerdə. Oha, korktum. Niyə qorxursan ki? Töküldü. Heç nə olmaz. Verim, qarışdır. Evet, ama yanmasın ha. Oo. Baştan. Hatta oraya benziyor. Hacan, Ne çizgi? yavaş dağıtmadan Elçin. Elə yox. Çizgi yanında. Dağıtmadan Elçin, elə olmaz. Ama çizgi Yox, elə yox. Yavaş, səliqəli şəkildə. Dağıtmadan, anaya heç çıxartmadan. Anama çişemilemiştim ya. Silahımı pisilemiştim. Ya bunu da pisilersem o yüzden tezleyeyim. Yavaş, o narahat olma. Bu slime kimi deyil aşkım. Neçə dənə eləyəcəm? İndi pudingini əlavə eləyək biraz. Bozuntu Ayırdım mı? Nə tez. Görürsən analar nə çəkir. Gəl. Pudingi. Yavaş qarışdır, yavaş qarışdır. O ana. Gözlə ana həll eləsin. Olar? Olar ana həll eləsin. Bunu da ayırdım. Ürəyim partlayır dostlar, inanın. Ama yayın patlayacak iyi. Biraz istersen kaymıştı. Yoruldum. Mən qarışdırım. Tamam, hər yeri südürüm. Barman çiğ Gidene kokuyorsun. Çok güzel. Ana su çiğ Qatılaşacaq birazdan. Ana. Hacan, Pisik. nə pişirirsiniz? Puding pişirirsiniz. Bunu soyadı pisik. Da pisik. Bişirin. İndi düş. Bəsdir, buxarlanır, yanarsız. Düş aşkım. Hal-hazırda bunun pişirməsində qırğındır. Gəl Elçin, gəl çıx. İndi ana eləsin, çünki dibi yapışmaq üzrədir. Yaxşı? Bir tane benim. Yaxşı, elə. Buyur. Yavaş. Oy, dili yapışmaya başladı. İcazə ver ana eləsin ona görə. Dibi yapışmasın. Olar aşkım? Allah Hadi ver. Hazır olsun dostlar, çəkəcəm.
Nə bişirirsən Ömər? Pişirsən. Nə bişirirsən? Pişirsən də pişirsən. Adını bilmədiyim bir şey bişirirsən. Dadını da bilmirsən. Elə ilk dəfə görə dadacaqlar ya yox. Hazırdır. Deməli hazır oldu. Buna Elçin də əl dəyib, Ömərin də əl dəyib, mənim də əlim dəyib. Ənis balacadır deyə ona icazə vermədim. İndi qablara tökək. İstəsəz kakosla bəzəyə bilərsiniz, süsləyə bilərsiniz. Afiyet olsun. İndi mən qablara töküm, soyumanı gözləyim, sonra uşaqlarla tadım eləyəcəyik. Bişirik, indi qablara tökdük. Deməli dostlar, Elçin süd yeməyi xoşlamır deyə. Düşünür ki, dedi dadı çox iyrəncdir. Elçin bir dadına bax, inan gözəldir. Yox, bəncə iyrəncdir. Tadım eləyəndə görəcəksən, qəşəngdir. Amma südlər sevmirəm. Dondurma da süddən yaranır da. Dondurma niyə sevirsən? Yox, süddən yaranmır. Aç YouTube'a bax, süddən düzəldirlər. Buzlardan yaranır. Buzlardan yaranır, amma südü dondururlar da. İçinə dadlandırıcılar qatırlar, eləyirlər, amma yəni onu sevirsən. Bunu da sevəcəksən, aşkım. Soymanı gözləyək, yaxşı. İndi tadım sırasına gəldi, çıxdı sıra. Buyurun dadına baxın görək, bəyənəcəksiniz ya yox. Çox güzel olacaq bence. Deməli dostlar, Ömər bəyənmədi. Ona görə Öməri çıxardırıq puanlamadan. Buyur Elçin. Arkadaşlarım beğendim ama canavar oldu. Canavar oldun, ye baxım. Puanım yiyeyim canavar. Ye dadına bax aşkım. Bence çok güzel. Doğrudan sevdin. Sevdin həqiqətən. Ha. 2 puan. 8 10 üzerinden 8 veririm. 2 puanımı kırdım. Çünkü niye? Niye? Çünkü bundik sütten hazırlanır. Çünkü bir de canavar oldu. Bir şey olmaz. Enes bəlkə gəl sən də bir dadına bax aşkım. İstəyirsən sən də. Get otur. Bence beğenmeyecek ana. Bilmem artıq görək. Hə. Deməli bugün puding hazırladıq. Sabah da başqa bir şey olacaq inşallah. Videoların davamı gələcək. Sabah da lollipop Ah, hazırlayacağız. baxaq görək. Hə, dadına bax aşkım. Bax dadına anneciğim. Yeni. Gözlə özü yesin. Baba, Sən ben- Elçin sən ye, o da baxsın, sənə baxsın, yesin aşkım. Haycan. Ye dayan, Enes de yesin dayan. Amel aşkım. Ana. Enes. Yine. Baba yapmadı. Heç dadına baxmadan. Enes. Heç dadına baxmadan gəl belə ana yardım etsin sənə. Ala. Aç. Olmaz. Özün sevmədinsə demə, bəlkə o sevdi aşkım. Ana olmaz. Deməli belə dostlar. Canavar beğendim. Zaten sən hazırlamışdın. Otur. Hə, bu da uşaqlar yemək hazırlayıblar. İndi mən də onlar Babama hazırlamış. hə, babalar gələcək birazdan. Babalarla yemək hazırlayıblar. Hə, tadım eləyəcək, qiymət verəcək. Makarna bunlar da sos. Bu tuzlu, bu da şokolad sosudur. Bu da Bir videonun daha sonuna gəldik dostlar. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi, şərh bölməsinə şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. Maşından yedizdirmə, özün ye. Hokka verir artık bunlar. Bəli, hokka verir. Dadına bax Enes, bax dadına aşkım. Ye de aynı. Am ilə ye. Ab. Bay dedim, bay demə hələ. Olmaz. Bu da yiyeceğim. Buyurun qaşığım. Anne sen Sən də sağ ol aşkım. Sağ ol aşkım. olun. Sağ olun, salamat qalın. Hələlik. Özün ye Enes, maşına yedizdirmə. Bay bay eləyin uşaqlar. Helal.